Salam dostlar, hər vaxtınız xeyir olsun. Sizə bugün bir-birində necə balans artırılır onu göstərəcəm. İlk öncə kanala abunə olub yorum yazmağı unutmayın və onu da deyim ki, mənim dediyim taktikalar yalnız bu linkdə düz göstərir. Siz də balansınızı artırmaq istəyirsinizsə, yəni taktikalardan yararlanmaq istəyirsə, videonu sona qədər izləyin. Və sona qədər izləyin, əmin olun ki, qazanacaqsınız. Və onu da deyim ki, mənim dediyim taktikalar yalnız bu linkdə düz göstərir. Əgər bu taktikalara baxıb gedib başqa linklərdə oynayıb udursanız, yəni biz məsuliyyət daşımırıq. Yəni o linklərin %90%-i mən deyim fake'dir, yəni izləmə altındadır. Çox insan da ona görə uduzur. %90% insan uduzur, əziyyət çəkir yəni bu oyundan. Amma mən bu linki məsləhət görürəm sizə. Linki də qoyacağam yorumlar hissəsinə. Siz də qeydiyyatdan keçib, promo kodunu yazıb, qeydiyyatdan keçib siz də oynaya bilərsiniz. Promo kodunla yazmağınızda səbəb odur ki, promo kodunu yazıb qeydiyyatdan keçəndə əmin olursunuz ki, bu linkdən qeydiyyatdan keçmisiniz. Və promo kodunu yazdıqdan sonra sizə bonus verilir. Və bonusdan da yararlana bilirsiniz. Və mən gələn videolarda bonusu da necə orada istifadə edirlər, yəni orada sizə bonus verir də. Hansı oyun, nə bilim, əlimdən gəldiyi qədər hamınıza dəstək olacağam. Yenə də qaranlıq nəsə qalsa, başa düşmədiyiniz nəsə bir şey olsa, yorumlar hissəsində yazın. Hər birinizə dəstək olacağam. Bugünkü oyunumuz penaltıdır. Penaltı oyununda taktikasını sizə deyəcəm mən. Penaltı oyunun taktikası odur ki, yandıqdan sonra qaldırırsınız 2 qatına. Topu tutduqdan sonra qaldırırsınız 2 qatına və vururuq üzərinə. Baxın. Gördüyünüz kimi balansımız 705 manatdır. 705 manat və mərc edirik 5 manatdan. Sizin əgər balansınız azdırsa, məsələn 50 manat, 20 manat, qoyun məsələn 50 qəpik yandı, eybi yox. Yandıqdan sonra məsələn 50 qəpik qoyubsuz, topu tutubsa əgər, qoyun 1 manat, 2 qatına qaldırın. 1 manat da tutubsa eybi yox, 2 manat belə qaldırın, yenə də tutsa 3 manat. Ha belə qazanacaqsınız. Yəni bunun taktikası budur. Yəni kimsə orada məsələn götürüb paylaşar başqa taktika belə, yəni bunun qeyri-mümkündür, başqa taktikası yoxdur. Bunun taktikası odur ki, vurursunuz, topu tutdu, qaldırırsınız 2 qatına, zərəli çıxartmaqdan ötürü. Tutdu məsələn, qaldırırsınız 2 qatına 20 manat. Gördüyünüz kimi vurursunuz, tutdu, yenə qaldırırsınız 2 qatına, baxın. Tutdu, yenə qaldırırsınız 2 qatına, baxın. Gördüyünüz kimi 146 manat. Yəni bunun taktika budur. Yandıqdan sonra, topu tutduqdan sonra qaldırırsınız 2 qatına. Baxın, mən balansı düşürürəm aşağı, baxın. Mərc edirəm 5 manatdan və tutdu. Qaldırıram 2 qatına 10 manat. Və gördüyünüz kimi 18 manat. Yəni lap 10 manatdan mərc edirəm və topu tutduqdan sonra qaldırırıq 2 qatına. Baxın. Tutdu, yenə vururuq və qazanırıq. Yəni bu oyunun taktikası budur. Yəni kimsə başqa özündən nə bilim taktika zat desə, yəni inanmayın. Yəni bu oyunun yeganə taktikası budur. Yəni bundan yararlana bilərsiniz siz. Başqa taktikalara inanmayın. Topu tutduqdan sonra qaldırırsınız 2 qatına, baxın. Gördüyünüz kimi 146 manat və bir dəfə cəhd edirik. Gördüyünüz kimi 762 manat. 700 manatla girmişdik, 762 manat. Gördünüz 1 dəqiqənin içində, 2 dəqiqənin ərzində, yəni bu qədər 60 manat xeyir. 60 manat da belə düzdür, çox pul da deyil, az pul da deyil, yəni normal puldur. Havayı olan puldur da, yəni nə istəyirsiniz. Yenə də düşürdürük aşağı 10 manatdan mərc edirik və gördüyünüz kimi qazandıq. 700